O işi sevmədiyim üçün artıq ərizə yazdım, oradan çıxdım. Ailəmi də götürüb çox təkidlə gəldim Bakıya. Çox işlərdən keçdim, çox səhvlər etdim. Həmişə pul dalınca qaçırdım. Həmişə pul dalınca qaçırdım. Pul qazana bilmirdim. Şikayəti buraxdım. Bir onu bildim ki, Aynur, sənə dəstək, səndən başqa heç kəs yoxdur. Niyə sənə kimsə dəstək olmalıdır? İnanın Allaha, 48 saat yatmayıb işlədiyim günlər olub. 48 saat yatmadan. Mən Aynur Əsgərova, Quba rayonunda doğulmuşam. Eiffel Dekor Dizayn şirkətinin təsisçisiyəm. Düzdür, sənətim ibtidai sinif müəlliməsidir, ibtidai sinifi bitirmişəm. Amma amalım dekor dizayn şirkəti arzusunda deyildim. Yəni, həyat hekayəmi danışsam, əvvəl rayonda yaşayırdıq, düzdür, universiteti bitirdim, sonra qayıtdım rayona, orada ailə qurdum. Sonra bir 7 il orada yaşadım. Məqsədim Bakıda yaşayıb nəsə bir işlər görmək idi. Çünki uşaqlıqdan mən rəssam işlərinə məşğul idim. Hətta orada sərgilərim vardı. Sərgilərdə iştirak edirdim. Uşaqlarla işləməyi ümumiyyətlə sevirdim. Uşaqlıqdan belə, necə deyim sizə, tumla da iş görmüşəm, qaşlardan da, daşlardan da, dənizdən gedib balıq qulağı, qumlardan da yığıb işlər görürdüm. Bir çox sərgilərim olmuşdu. Hətta o vaxt sərgilərimdə rəhmətli ümummilli liderimiz Heydər Əliyev belə iştirak etmişdi. Quba rayonunda doğulduğum üçün mən Quba rayonunun nümunəvi gənci olaraq həmişə o ikinci forumlarda iştirak edirdim. Həyat hekayəmi danışsam çox uzundur. Düzdür, ibtidai sinif müəlliməsi işlədiyim, o işi sevmədiyim üçün artıq ərizə yazdım, oradan çıxdım. Ailəmi də götürüb çox təkidlə gəldim Bakıya. Atam deyirdi, yox, sən burada qalmalısan, sən mənim yanımda olmalısan. Ümumiyyətlə, bizdə belə bir adət var idi ki, ailə valideynlərin yanında olmalıdır. Nəysə, mən bu prinsipi qırdım bunlardan çox bir böyük təkidlərlə gəldim Bakıya, körpələrimi də götürüb, ailəmi də. Nəysə, çox mübarizələr apardım, həyat hekayəm çox uzundur, çox işlərdən keçdim.